Amerika Birləşmiş Ştatlarının İranla müharibə apardığı bir məqamda ordunun quru qoşunlarının qərargah rəisi general Randy George və digər 2 general istefa verib. Digər tərəfdən, bir neçə gün əvvəl Prezident Donald Trump Pam Bondi'nin Amerika Birləşmiş Ştatları baş prokuroru vəzifəsindən istefa verdiyini elan edib. Daha öncə isə Birləşmiş Ştatların terrorçuluqla mübarizə milli mərkəzinin direktoru Joe Kent ölkəsinin İrana qarşı hücumlarına etiraz olaraq istefa vermişdi. Hələ məsələ bununla bitmir. Atlantik jurnalının məlumatına görə Federal Təhqiqatlar Bürosunun direktoru Kesh Patel, ordunun katibi Daniel Driscoll və əmək naziri Lori Chavez Delamerin də Trump administrasiyasından getməsi ilə bağlı müzakirələr aparılır. Maraqlıdır. Bütün bu yüksək vəzifə sahiblərinin ard-arda istefa verməsi nəyin göstəricisidir? Terrorçuluqla mübarizə milli mərkəzinin direktoru Joe Kent'in istefasının İrandakı hərbi əməliyyatlara etirazı olduğu bəllidir. Bəs müharibə aparan ordunun yüksək vəzifəliləri niyə istefa verirlər? Prezident Trump sədaqətə çox önəm verir. Eyni zamanda səriştəyə və ya işləri görmək qabiliyyətinə çox diqqət yetirir. O, Epstein sənədləri ilə bağlı qarışıq söz-söhbətdən də narahat idi. Həmçinin düşmənlərinə qarşı bir çox məhkəmə iddiaları hakimlər tərəfindən ləğv edilirdi. Deməli, Amerika Birləşmiş Ştatları prezidentinin administrasiyasında Trumpla İran və digər məsələlərlə bağlı eyni yolu getməyənlər, onunla razılaşmayanlar var. Trump da bunu işinə laqeydlik, vəzifə məsuliyyətinə çatışmazlıq kimi qəbul edir. Digər versiya isə daha maraqlıdır. Pentagonun quru qoşunlarının qərargah rəisi istefaya gedir. Bir müddətdir ki, Amerika Birləşmiş Ştatlarının İranda quru əməliyyatı aparmaq versiyası haqqında söz-söhbətlər gəzir. Ona görə də Birləşmiş Ştatlar ordusunda quru qoşunlarının qərargah rəisi Randy George'un quru əməliyyatına qarşı çıxdığı üçün istefa verməsi ağlabatan görünür. Yəni, qərargah rəisi belə əməliyyatın riskli olduğunu əsas gətirə bilər. Çünki hələ İranda quru əməliyyatlara başlanılmayıb, lakin Birləşmiş Ştatlar hərbçiləri arasında ölənlər var, yüzlərlə hərbçi də yaralanıb. Daha bir istiqamət üçün isə bir qədər əvvələ baxmaq lazımdır. Covid-19 pandemiyası zamanı haqsız yerə ordudan qovulan hərbiçilərin yenidən işə götürülməsi səylərimiz barədə məlumat vermək istəyirəm. Son bir ildəki işlərimizlə fəxr etsəm də, işləri tam qaydasına qoymaq öhdəliklərimiz hələ tam deyil. Buna görə də Müharibə Nazirliyinin ötən ilin aprel ayında müəyyən edilmiş bərpa və xidmətə qayıtma təlimatının tətbiqi müddətini uzadıram. Yenidən işlənmiş təlimat artıq 1 aprel 2027-ci ilə qədər xidmətə qayıtmaq istəyən keçmiş hərbiçilərimizə, döyüşçülərimizə şamil ediləcək. Xidmətə qayıdan şəxslər üçün aktiv xidmət öhdəliyi 4 ildən 2 ilə endirilib. Pentagon rəhbərinin bu fikri isə əsas verir ki, əslində ordu daxilində təmizləmə kimi görünən kadr dəyişiklikləri ötən ildən planlaşdırılıb. Sadəcə indi İranla müharibə zamanı təsadüf edib. Lakin onu nəzərə almaq lazımdır ki, müharibə aparan ölkənin qərargah rəislərindən biri istefa verirsə və ya buna məcbur edilirsə, bu adi hal sayılmamalıdır. Bu dalğanın təsiri sadə əhaliyə də təsir edə bilər. Bu da təhlükəlidir. Dəfələrlə eşidirəm ki, Hörmüz boğazında baş verənlər Amerikalılar və Donald Trump'ın vecinə deyil. Lakin problem əslində Amerikalıların İsraillərlə birlikdə İranda müharibə aparması səbəbindən yaranıb. Məsuliyyət daşıyan onlardır. Digər tərəfdən də Hörmüz boğazındakı vəziyyət Birləşmiş Ştatlarının özündə enerji və yanacaq qiymətlərinin artmasına səbəb olur. Beləliklə, Amerikanın həll etməli olduğu çox vacib məsələlər yaranıb. Düşünürəm ki, Trump neft böhranı real olduğu üçün daxili təzyiqin artdığını hiss edir. Bu, digər ölkələrdə daha ciddi şəkildə hiss olunsa da, Amerika Birləşmiş Ştatlarının özünə də müəyyən dərəcədə təsirləri var. Trump xalqa müraciəti ilə beynəlxalq bazarları və ölkə daxilindəki narazılıqları sakitləşdirməyə çalışırdı. Bunun düzgün yol olduğuna və nəticədə Amerikalılar üçün daha yaxşı vəziyyətə gətirib çıxaracağına dair daxili gözləntiləri formalaşdırmağa çalışır. Amerika Birləşmiş Ştatlarının daxilində onu da bilməlidirlər ki, prezidentləri Donald Trump Venezuela ilə bağlı uğurlu siyasətin memarı olub. İranla da bunu edəcəyinə əmindir. Çünki İrana qarşı bütün mümkün hərbi variantları nəzərdən keçiriləcəyi haqqında danışılır. Ona görə də Trump nə danışırlar, nə düşünürlər, düşünsünlər. Mən İranla bağlı məsələləri Amerikanın maraqlarına uyğun olaraq həll edəcəyəm fikrini formalaşdırır. Qələbənin tam formalaşması məsələsinə gəldikdə isə bu nə vaxt olacaq sual yaranır. Çünki suala cavab Amerikalılarda, Ağ Ev administrasiyasında da sakitlik yarada bilər. Bu isə İranın hərbi imkanları və bu imkanları məhv edilməsindən asılıdır. Sual da budur ki, İranda nə var ki, burayla bağlı baş verənlər Amerika Birləşmiş Ştatlarında müəyyən narazılıqlar yaradır, istefalar baş verir.
İran heç vaxt Birləşmiş Ştatlardakı, Böyük Britaniyadakı və ya Fransadakı donanmalarımız kimi güclü hərbi dəniz qabiliyyətinə malik olmayıb. Görülən işlər yerli müdafiə mexanizmlərinə və ərazidə məhv etmə üsullarına yönəlib. Məsələn, gəmilərin keçməsini çətinləşdirmək üçün Hörmüz boğazını bağlayırlar. Onlar bunu müxtəlif vasitələrlə ediblər. Sahildəki top batareyaları, gəmiləri hədəf ala bilən sahil raketlərini işə salırlar. Onların gəmiləri vura biləcək hava qüvvələri də var. İranın kiçik qayıqları qərb döyüş gəmilərinin əməliyyat odaqlarını alt-üst etmək imkanına malikdir. Əlbəttə ki, bura dron imkanları da əlavə olunur. Deməli, İran Amerika Birləşmiş Ştatları ordusu üçün sürprizlər yaradır. Bu da Amerika Birləşmiş Ştatlarının daha çox vaxt və hərbi resurslar sərf etməsini gətirib çıxarır.